13 iyun 2025-ci il. Dünya uzun illər xatırlayacağı bir gecəyə şahidlik etdi. Gecənin içində başlayan bu toqquşma artıq kölgələrdə gizlənməyən bir müharibənin ilk açıq addımı idi. Salam dostlar, ilk videomuzda müharibənin qısaca başlama səbəblərinə toxunmuşduq. Bugün isə son 3 gün ərzində baş verən hadisələrə qayıdacaq və olan bitənlər haqqında məlumat verəcəyəm. Videolardan xəbərdar olmaq üçün kanala abunə olub bildirişləri açmağı unutmayaq. Gəlin qısaca baş verənləri bir daha xatırlayaq. İsrail uzun zamandır planladığı əməliyyatı reallaşdırmışdı. Adını isə Rising Lion, yəni yüksələn aslan qoymuşdu. Hədəf sadəcə hərbi obyektlər deyildi. Bu əməliyyat İran rejiminin can damarına yönəlmişdi. İlk dalğada dronlar, ardınca isə 200-dən çox hərbi təyyarə İran səmasına daxil oldu. Zərbələr dəqiq planlanmışdı. Natanz, Fordov, Parchin, Esfahan bu adlar sadəcə şəhər adları deyil. İranın eyni zamanda nüvə infrastrukturu idi. Zərbələr təxminən gecə saat 03:42-də başlamışdı. İlk partlayış Parchin yaxınlığındakı raket anbarında baş verdi. Ardınca isə 15 dəqiqə ərzində Tehran ətrafında yerləşən IRGC komanda mərkəzi, hava hücumundan müdafiə sistemləri və radar stansiyaları tamamilə sıradan çıxarıldı. Partlayış o qədər güclü idi ki, Şəhrut şəhərində şüşələr çatladı. İnsanlar panik içində küçələrə töküldü. Ən ağır itkilərdən biri isə Tehranın qərbində yerləşən hərbi qərargahda yaşandı. Burada İran İslam İnqilab Keşikçiləri Korpusunun rəhbər heyəti toplanmışdı. İsrailin raketi birbaşa binanın konfrans salonuna tuş gəldi. İranda milli qəhrəman sayılan General Hüseyn Salami və General Muhammed Baqeri habelə raket proqramına rəhbərlik edən Amir Ali Hacızadə yerindəcə həlak oldular. Bu təkcə fiziki zərbə deyildi. Bu, İranın hərbi strukturuna, qərarverici beyinlərinə yönəlmiş psixoloji və simvolik hücum idi. Ancaq bu qədərilə bitmədi. İsrail İsfahan yaxınlığında yerləşən yeraltı uran zənginləşdirmə obyektinə də hədəf aldı. Qeyd görüntüləri təsdiqlədi ki, ən azı 3 giriş partladılıb və nüvə proqramında çalışan onlarla alim həyatını itirib. Zərbələr nəticəsində İranın hava müdafiə sistemlərinin 60% sıradan çıxarıldı. Bu isə İsrailin növbəti əməliyyatlar üçün hava üstünlüyünü təmin etməsi demək idi. Bu təkcə iki ölkə arasında olan münaqişə deyildi. Bu dünya iqtisadiyyatına da təsir etdi. Ertəsi gün Brent markalı neftin qiyməti $91 yüksəldi. ABŞ birjalarında ciddi eniş baş verdi. Wall Streetdə fond indeksləri 2% düşüş yaşadı. Qızıl rekord səviyyəyə yaxınlaşdı. Bu, investorların qorxudan təhlükəsiz limanlara qaçışının göstəricisidir. BMT Təcili Təhlükəsizlik Şurasının iclasını çağırdı. ABŞ prezidenti Donald Trump sərt açıqlama verdi. Əgər İran ABŞ bazalarına toxunarsa, bu artıq müharibə aktı kimi qəbul olunacaq. Fransa, Almaniya, Böyük Britaniya hər iki tərəfi sakitliyə çağırdı. Ancaq tərəflər artıq qərarını vermişdi. İsrail ordusu əməliyyatın davam etdiyini, növbəti mərhələdə İranın dəniz güclərinə və ballistik raket bazalarına zərbələr endirəcəyini açıqladı. Amma İran susmadı. Heç zaman susmayacağını da əvvəlcədən demişdi. Onlar üçün bu sadəcə bir hücum deyildi. Bu milli qürurlarına, təhlükəsizliklərinə və regional nüfuzlarına qarşı açıq təhdid idi. 13 iyunun səhəri artıq fərqli bir gün idi. Hava ilə tam işıqlanmamış İran Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı bütün hərbi bölgələrə Gerçək Söz 3 kod adlı əks hücum əməliyyatının başlaması əmrini verdi. Əməliyyat İslam Respublikasının indiyə qədər etdiyi ən böyük birbaşa hərbi cavab idi. İlk mərhələdə İsfahan, Şiraz və Tabas bölgələrində eyni anda 150-dən çox Şahabi-3, Qiyam, Zülfiqar və yeni nəsil Keybar ballistik raketləri İsrail istiqamətinə buraxıldı. Raketlər Təl-Əviv, Hayfa, Aşdod və Dimona bölgəsinə yönəldildi. Bu mərhələdə İran əsasən simvolik və strateji obyektləri vurmağa çalışdı. Təl-Əviv yaxınlığında yerləşən Soreg nüvə tədqiqat mərkəzi İranın mükəmməl texniki koordinasiyası nəticəsində birbaşa hədəf alındı. Raket mərkəzin yaxınlığına düşsə də zərərin real miqyası İsrail tərəfindən açıqlanmadı. İkinci mərhələdə isə kamikadze dronlar işə düşdü. Şahid 136, Araş-2 və Ababil tipli 80-dən çox dron müxtəlif istiqamətlərdən İsrailin hava məkanına buraxıldı. Bəziləri dəmir qübbə sistemi tərəfindən vurulsa da, bəziləri öz hədəfinə çatdı. Hava limanındakı neft anbarlarının yanması bunun nəticəsi idi. Partlayış gecə boyu davam etdi. Səma qırmızıya boyandı. Üçüncü mərhələdə İran həm də Suriyadakı müttəfiqləri ilə birgə hərəkətə keçdi. Dəməşq yaxınlığındakı İran nəzarətində olan bazalardan raket bateriyaları ilə İsrailin Qalan təpələrində yerləşən hərbi mövqelərinə atəş açdı. Bu raketlər arasında ilk dəfə istifadə olunan Fattah 360 tipli hipersəsli raketlər də var idi. İddialara görə bu raketlərdən biri IDF-nin İsrail Müdafiə Qüvvələrinin, yəni Qalan təpələrindəki mobil qərargahını birbaşa vurdu.
İsrail bu barədə detallı məlumat verməsə də zərərin ağır və strateji olduğunu qəbul etdi. Maraqlı məqam ondan ibarətdir ki, İran bu dəfə tək deyildi. Eyni saatlarda Yəməndəki Husilər, İraqdakı Əl-Həşd-i-Səbi və Livandakı Hizbullah hərəkətləri də fəallaşdı. Yəməndən buraxılan 7 drondan 3-ü Eylat yaxınlığında İsrail ərazisinə daxil oldu və bir yük limanında yanğın başlatdı. Hizbullah isə İsrailin şimalında yerləşən Kiryat Şimana bölgəsinə 20-yə yaxın katyuş hərəkəti atdı. Bu İranın cavab əməliyyatını regional bir müqavimət zəncirinə çevirdiyini göstərirdi. İsrailin müdafiə sistemləri Dəmir Qübbə, David Sling və Arrow 3 maksimum gücü ilə işə salındı. Müdafiə sistemləri təxminən 120-dən çox raketi havada zərərləşdirdi, amma qalanları hədəflərinə çatmışdı. İranın dövlət mediası iddia etdi ki, bu əməliyyatda ən azı 90 hərbi və mülki obyekt vurulub. 47 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb. İsrail isə yalnız 17 nəfərin həyatını itirdiyini, lakin 60-dan çoxunun yaralandığını açıqladı. Hər iki rəqəm bir-birindən fərqli olsa da reallıq ortadadır. Bu artıq kiçik miqyaslı qarşıdurma deyil. Əməliyyatın adı da təsadüfi deyildi. Həqiqi söz. True Promise 3. Bu ad İranın 2020-ci ildə Süleymaninin öldürülməsindən sonra verdiyi və bu gün yerinə yetirdiyi intiqam anını təcəssüm etdirir. Əməliyyatda istifadə olunan bəzi raketlərin üzərində isə birbaşa şəhid Süleymanı üçün sözləri yazılmışdı. Bu həm ölkə daxili konsultasiya, həm də bölgəyə simvolik mesaj idi. İran yaddaşında olan heç nəyi unutmur. Bəs bu əks hücumun dünya səviyyəsinə təsiri nə oldu? BMT ikinci dəfə fövqəladə iclas keçirdi. ABŞ və Böyük Britaniya öz bazalarının təhlükəsizliyi üçün Fars körfəzinə əlavə hərbi gəmilər göndərdi. Körfəz ölkələri, xüsusilə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt öz hava limanlarını qismən bağladı. Bəzi Avropa hava yolları, Lufthansa, Air France və British Airways Tehran və Tel Aviv uçuşlarını tamamilə dayandırdı. Bu bölgənin sanki bir uçuşsuz zonaya çevrilməsi demək idi. Eyni zamanda sosial şəbəkələrdə informasiya müharibəsi başladı. Hər iki tərəf öz zərbələrinin dəqiq görüntülərini paylaşır, əks tərəfi dəhşətli itkilərlə ittiham edirdi. İran İsrailin Ben Gurion hava limanına dəymiş zərbənin peyk görüntüsünü paylaşdı. İsrail isə Tehranın qərbində vurulmuş İran İslam İnqilabı Keşikçilər Korpusunun yerdən çəkilmiş kadrlarını yaydı. Bu mərhələdə artıq müharibənin təkcə döyüş meydanlarında deyil, həm də ekranda məlumat axınında aparıldığı aydın oldu. İndi dünya dayanıb bu anı izləyir. Hər iki tərəf həm gücünü göstərmək, həm də öz sərhədlərini qorumaq üçün əlindən gələni edir. Amma bir sualın hər kəsi düşündürür. Bu qarşıdurma necə sona çatacaq? İran və İsrailin hərbi hücumları artıq regional yox, qlobal təhlükəyə çevrilməkdədir. Hər yeni raket atışı, hər yeni partlayış yeni həyatları söndürür, ailələri parçalayır və tarixi yaraları dərinləşdirir. Bu müharibənin yalnız iki ölkənin deyil, bütün insanlığın taleyini dəyişə bilər. Çünki bu münaqişənin içində yalnız siyasi və hərbi gərginlik yox, həm də çoxsaylı insan faciələri, itkilər və ümidlər var.